Qureyş qəbiləsinin bir qolu olan Amr ibn Luey tayfasına mənsub olan Süheyl ibn Amr gənc yaşlarında artıq qəbiləsinin nüfuzlu və söz sahibi insanlarından biri olmuşdu. Rəvan danışıq qabiliyyəti və inandırıcı nitqi ilə ön plana çıxmışdı. Oğulları Əbu Cəndəl və Abdullah, qızları Səhl və Ümmü Gülsüm Məkkə dövründə müsəlman olmuşdu. Ancaq Süheyl uzun müddət İslam'a qarşı durmuşdu. Hudeybiyə müqaviləsində Məkkəliləri təmsil etmiş, Bədir döyüşündə müşriklərin tərəfində yer almış, Peyğəmbərimizə qarşı kəskin çıxışlar etmişdi. Bədirdə əsir düşdüyü zaman Həzrət Ömər onun Peyğəmbərimizə qarşı danışmağına görə ön dişlərini çıxartmaq istədi. Lakin Resulullah sallallahu aleyhi və səlləm ona icazə vermədi və belə buyurdu: "Ey Ömər, Süheylə toxunma. Ola bilər ki, bir gün gələcək, elə bir xutbə verəcək ki, sən də onu təqdir edəcəksən." O zaman Süheyl bunu anlaya bilməmişdi. Amma Allahın mərhəməti sonsuz idi. Hər kəs üçün bir dönüş yolu var idi. Məkkə fəth edilmişdi. Qureyş xalqı Kəbənin ətrafına toplanaraq nə olacağını gözləyirdi. Resulullah sallallahu aleyhi və səlləm doğulduğu şəhərə bir fatih olaraq qayıtmışdı. Qureyşlər öz etdikləri zülm və işgəncələrin cavabını gözləyirdilər. Peyğəmbərimiz onların üzlərinə baxdı və soruşdu: "Ey Qureyş cəmaatı, mənim sizə nə edəcəyimi düşünürsüz?" Süheyl irəli çıxıb belə dedi: "Səndən yalnız yaxşılıq gözləyirik. Sən kərəm sahibi bir qardaş və kərəm sahibi bir qardaş oğlusan." Peyğəmbərimiz təbəssümlə buyurdu: "Gedin, hamınız azadsınız." Bu mərhəmət Süheylin qəlbinə toxundu. Onun qəlbi yumşaldı. Keçmişdə bütlərə etdiyi ibadətə görə tövbə edir, göz yaşları içində Quran oxuyur və Allaha yönəlirdi. Hudeybiyədə dediklərimi xatırladıqca utanıram deyərdi. Rəsulullahın vəfat xəbəri Məkkəyə çatdıqda müsəlmanlar arasında çaşqınlıq və təlaş başlamışdı. O zaman bir zamanların inkarçısı olan Süheyl ortaya çıxdı və onlara belə xitab etdi: "Ey Qureyş cəmaatı, siz iman edənlərin sonu, dindən dönənlərin başlanğıcı olmayın. And olsun ki, bu din ay və günəş kimi doğacaq, yüksələcək və davam edəcəkdir." Bu sözlər insanların ürəyinə su səpdi. Həzrət Ömərin illər əvvəl Peyğəmbərdən eşitdiyi o söz artıq reallaşmışdı. Bir gün Süheyl Əbu Süfyan və Haris ibn Hişamla birlikdə Xəlifə Öməri ziyarətə getmişdi. Həmin anda Bilal, Ammar və Süheyb də gəlmişdi. Xəlifə əvvəlcə onları qəbul etdi. Bu, keçmiş Qureyşlərin qüruruna toxundu. Süheyl vəziyyəti hiss etdi və belə dedi: "Ey qövmüm, əgər incirsinizsə, özünüzə inciyin. Onlar dəvətə tez cavab verirlər. Siz isə geciksiniz. Onlar önə keçdilər, siz onları keçə bilmədiniz. Ancaq cihada yönəlin. Ola bilsin ki, Allah sizə şəhadət nəsib etsin." Süheyl ibn Amr ömrünün qalan hissəsini Allah yolunda savaşa həsr etdi. Ailəsi ilə birlikdə Şam torpaqlarına getdi. Yermuk döyüşündə mühüm vəzifə aldı. Böyük süvari birliyinə komandanlıq etdi. Məkkəyə qayıtmadı, sərhəddə nəzarətçi qaldı. Sərhəddə keşik çəkməyin fəzilətini Peyğəmbərdən eşitmişdi. Süheyl ibn Amrın həyat hekayəsi zalımlıqdan ədalətə, inkardan imana, təkəbbürdən təvaziyə doğru bir dönüşün dastanıdır. O, bağışlanmanın və mərhəmətin insan qəlbinə necə böyük bir dəyişiklik edə biləcəyinin canlı nümunəsidir. Gec də olsa, Allaha yönələn bir qəlbin nələrə qadir olduğunu göstərən sarsılmaz bir sədaqətin adıdır Süheyl ibn Amr.